Dağa tərəf gedirik, istiqamətimiz o istiqamətdədir. Yürüyüş müddətinə qabaqda bir arkada bir bələdçi iştirak edəcək. Sizdən xahişim odur ki, nə qabaqdakına qabağa qaçmaq lazımdır, nə də arkadaşdan arkada qalmaq lazım deyil. Qrup hər iki bələdçinin ortasında hərəkət etməlidir. Əgər hər hansı bir səbəbdən dolayı cığır tərk etməli olsanız, təbii ehtiyac yaxud da başqa bir səbəbdən dolayı mütləq ki, məlumat verəsiniz ki, 15 nəfərin bir yerdə məclis saxlarmaq. Yürüyüş müddətində özünüzü pis eləsəniz. Əgər sizdə periodik bir problem varsa, siz epilepsiya yaxud da bənzər bir hal, istifadə etdiyiniz preparat cibinizdə, çantanızda yaxud da hardadırsa, bununla bağlı zəhmət olmasa bildirin ki, hər hansısa bir proses baş verərsə, ən uyğun formalı tədbiri görə bilməyiniz üçün. Yürüyüş müddətində özümüzlə gətirdiyimiz heç nəyi, siqaret köküklərinin meyvə qabıqlarına qədər heç nəyi təbiətə atmıyoruz. Nəyi necə çantamızda gətirmişsə, elə də geri qaytarırıq. Gətirməyə yer varsa, həmişə qaytarmağa da deməli yeriniz vardır çantada. Lahaca gedirik Mücü kəndindən. Bugün ayın 16'sı sentyabr. Hava bürkülü.